Nəşə çəkənləri oradan bilmək olar ki, nəşə çəkirlər. Bax, mən nəşəni təzə başlayanda, nəşə bilirsiniz də, bütün narkotiklərin açarıdır. Hər şey oradan başlayır. O ağır narkotiklərə keçid dövrü nəşədən başlayır. Mən nəşə çəkəndə mənim problemim olanda, bilsin necə, mən elə bildim ki, əvsədə o problem var, elə bil yoxdur. Mən problemi yaxşı hiss eləmirdim. Sonra ağlamalı yerdə gülürdüm. Gülməli yerdə ağlayırdım, emosional sarsıntılarım olurdu. Yəni emosiyalarımda, hisslərimdə problem var idi. Sonra cəmiyyət arasında özümə yer tapanmirdim. O da necə olurdu? Agresiv olurdum. Nəşə çəkməyəndə əsəbi olurdu. Ancaq nəşə çəkəndə yemək yeyə bilirdim. Özü dəhşət yemək yeyirdim. O ki, mən nəşə çəkmirdim. Heç yemək də yemək istəmirdim. Mənim üçün az maraq edirdi. Sonra davranışlarda bilirsiniz nə olur? Həmişə tələbkar olursan. İstəyirsən ki, hamı sana hörmət eləsin. Və nəşə çəkənlərin çoxu da bizi necə olur? Hamının günahlandır. Elə bilir ki, dünya onun ətrafında fırlanmalıdır. O elə bilir ki, şahdır, padşahdır.